Bildiyiniz kimi Qarabağ klubu Liverpula Avrokuboklarda Anfield stadionuna ən uzaq məsafədən səfər edən komanda kimi tarixə düşüb və hətta Liverpool klubunun rəsmi sosial şəbəkə hesabları da bununla bağlı paylaşım etmişdilər. Lakin hazırda mənim yanımda bu oyuna ən uzaq məsafədən səfər edən azarkeş var. Hamının artıq yaxşı tanıdığı, İmarət Avropanın tribuna liderlərindən olan Alec Adamson hazırda mənim yaxınlığımdadır. Alec, salamlayırıq sizi. Sizi yenidən Qarabağın səfər oyunlarında görmək bir xoşdur və həm də bu artıq bir ənənəyə çevrilib. Həm bugünkü oyunla bağlı fikirləriniz, həm bir azarkeş olaraq bugün burada olmadan hansı hisslər keçirirsiniz? Biz Qarabağ komandası Azərbaycan futbolunun ən vacib oyunlarından birinə çıxır və bu tarixi play-off şansı zamanı siz də komandanın yanında olacaqsınız. Bu hər adama nəsib olmur. Və ümumiyyətlə azarkeş qrupunun liderlərindən olaraq bugün azarkeşlərimizin oyun öncəsi və oyun zamanı hansı planları var? Bununla bağlı zəhmət olmasa fikir bildirərdiniz. Mən də ilk öncə sizə və hamıya bura gələn bütün azarkeşlərə öz təşəkkürümü bildirirəm. Asan bir səfər deyildi əlbəttə, amma uzun sözün qısası bizə tarix yaşatdığı üçün bir daha vurğulayıram ki, Qurban müəllimə və onun tələbələrinə dərin minnətdarlığımızı təkcə mən yox, mən bütün azarkeşlərin siması olaraq bildirmək istəyirəm. Və bu Azərbaycan futbolunun ən pik çata biləcəyi ən pik xətdir və biz inanırıq və bilirik ki, artıq o bir his var ki, bizdə biz play-offa çıxacağıq və onu qeyd eləməyə gəlmişik. Və planlarımız odur ki, oyunla bağlı düşüncəm budur ki, açığı oyundan bərabərlik gözləyirəm. Bu mənim şəxsi təxminimdir. Amma planlarımız odur ki, oyundan 3 saat əvvəl biz stadion ətrafında yığışacağıq və orada biz yürüyüş eləyəcəyik. Bütün komanda üzvləri, bütün azarkeş qrupunun üzvləri. Bütün azarkeş qrupunun üzvləri orada toplanacaq və hətta bizim nə lazımsa, tüstü, fakel, hər şeyimiz var, banerlərimiz və orada bir şou göstərmək istəyirik. Çünki Qarabağda bizə şou göstərir sözün hər mənasında və mən onu da bildirmək istəyirəm ki, biz azarkeş olaraq, yəni ruhları şad olsun, Albert Ağurunovun, Allahverdi Bağırovun, Məhəmməd Əli İbrahimlinin biz azarkeş olaraq simasıyıq burada və bunu təmsil etməkdən, yəni qürur verici başqa bir şey yoxdur bizim üçün, həqiqətən sözün hər mənasında. Sizə, bizə və komandamıza uğurlar. Biz sizə davamlı olaraq bugün ərzində oyun öncəsi ab-havanı sizə maksimum dərəcədə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyə davam edin.